Deməli, 2 dənə mezokosmumuz var. Birincidə mamırdır, güldür, yəni üstündə ağzı bağlı inkişaf eləmək üçün. Aşağıda gübrə ilə olmuş torpaq var. Onun aşağısında mamır var. Onların altında kömür ilə çınqıl var. Bu mamır ortadakı mamır. Çınqılla torpağın birbirine qarışmamasını, yəni birbirine qarışmamasını köməkli qarşısını alır. Aktiv kömür suyu təmiz saxlayır və həmişə suyu təzələnir və sonsuza qədər ağzı bağlı qala bilir. Bunda isə yenə həmin kimi, amma burada mamır tapa bilməmişəm deyə parça ilə elədim. Aktiv kömür, çınqıl, həmişə kimi bir də üstündə gülür. Bizim ekosistemimizdə müxtəlif növ bitkilərdən, yəni bitki ekosistemi düzəltmişik. Bunun içərisində müxtəlif növ bitkilər, məsəl üçün kaktus vardır və bu bitkilərin suya tələbi daha az olduğu üçün bu ekosistemin içində daha rahat yaşaya bilər və yuxarıdan düşən işıq və yaxud da ki, günəş vasitəsilə də ki, bunlar fotosintez edər və ya fotosintez edə bilər. Yəni oksigen yarada bilər. Özləri karbon qazı ilə qidalandıqda eyni zamanda oksigen yaradır. İçindəki bir neçə ədəddə torpağın içindəki su qolcanlarsa həmin oksigenlərlə qidalanıb karbon qazı əmələ gətirir. Beləcə ikisinin arasında qazlar mübadiləsi baş verir və beləcə də ekosistemimizdəki bitkilər və heyvanlar həyatda qala bilir. Çox sağ ol, təşəkkür edirik.